Salam, hər birinizi xoş gördük. OTK-nın 28 dekabr tarixində keçirilmiş olduğu sınaq imtahanından 11-ci siniflərin ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Faydalı videoların davamı üçün kanala abunə ola bilərsiniz. Biz başlayaq 56-dan. 56-cı sualda cümlənin mənasına baxaq. Sənin bu dəfə yaxşı nəticən var. Orada səhvlər var. Nə qədər səhvin var ki, yaxşı nəticən var? Çox az səhvin var deməli, yəni A variantı olar, çox az. Digərlərinə baxaq. Only few deyə bir şey yoxdur. Only a few olardı, D olmaz. Digər hamısı B, C və Y. Məna baxımından sənin çox səhvin var deməkdir. Amma sənin nəticən yaxşıdırsa, sənin səhvlərin az olmalı idi. Çox olmazdı. Ona görə məna baxımından digərlərini atırıq. 57-ci sualda bizdən düzgün cümlədə yerik halı istəyir. Birə baxırıq. Liza və Tomun pencəyi. Hərəsinin öz apostrof S-i və hərəsinin öz pencəyi cəmdə olmalı idi. Ona görə bir yanlışdır. 2-də Sofia is preparing. Sofia test hazırlayır deyir. Yəni yerik halı deyil, davam edici zamandır. 3 və 4 doğru cavab. 57 Y variantı. 58-də bizdən ismi soruşur. Delicious dadlı sifətdir. B-də modest təvazökar. C-də miraculous heyran edici mənası var. D-də snowy qarlı deməkdir. Y doğru cavabdır. 59-da bizdən sifətləri istəyir. Deməli, digərləri isimlər olacaq. Misal üçün, attendance, ability isimdir bunlar. Disease, xəstəlik isimdir. Sonra politeness isim düzəldir. Kingdom isim düzəldir. Alive, crucial, casual. Canlı, vacib, sadə, adi. Hamısı sifətdir. Y variantı olacaq. 60-da doğru cavab olacaqdır. Deməli, o gülümsədi. Hərəkətə aiddir, zərf olar. A-da Elvay yoxdur, C-də yoxdur, Y-də maçın yanında mor olması lazım idi. D-də yenə Elvay yoxdur. Cavab B variantı. 61-də düzgün cavab bizdən istəyir. Baxaq, 61. 2-yə baxırıq ki, so əz olmaz, so inkarda olur. 3-də enough deməli adidir, zən müqayisədir, olmur. 4-də magnificent qarşısında mor olmalıdır. Cavab 1 və 5, Y variantı. 62-də düzgün seçimi bizdən istəyir. Baxaq, A-da FU-dan sonra cəm isim gəlməli idi. B-də FU cəm isim olmalı idi. D-də a lot of channels olardı. Y-də several books olurdu. Cavab C variantı. 63-də görək cavab nə olur? Before he publishes them will deməli check the articles. İndiki ilə gələcək uzlaşır. Cavab Y olacaq burada. Deməli, before'dan sonra sadə zaman, qabaqda isə gələcək sadə zaman istifadə etmək olur. Digərlərinə baxsaq, C-də before'dan sonra will istifadə etmirik. B-də də eyni qayda. A-da has indiki publish keçmiş. D-də has indiki had keçmiş, uzlaşmaz. 64-də bizdən düzgün cavabları istəyir. Birə baxırıq. Was təhdə, fighters cəmdə olmaz. Sonda the delay in flight schedules were veribdir. Uçuş cədvəlindəki deməli gecikmə təhdədir. Bu da word cəmdə olmaz. Cavab 2, 3, 64 Y variantı. 65-də deməli çoxlu qonaqlar vardı. Word cəmdədir. Cəmdədirsə everybody olmur. Bu olmur. Sağ tərəfdə was var. Təhdədirsə bu da was olmur. Burada olmur. Cavab Y variantı. 66-cı sualda görək cavab nə olacaqdır? These children's performances. Children cəmdə deyə burada zət olmur, this olmur. Sağ tərəfdə all of them olar, z olmaz. Çünki all of-dan sonra biz obyekt hal əvəzliyi istifadə edirik. Adlı hal olmaz. 67-də yaxşı bir danışıq, bəzən yaxşı bir danışıq, conversation, bir artikl olmalıdır sayıla bilən tək ismin qabağında. Bir mənasında olacaqdır və sağda ən olmaz, ən person olmur. C-də artiklsız olmaz, çünki a good conversation sayıla bilən isimdir. Sağ tərəfdə yenə person varsa olar, ən olmaz. Cavab 67-də B variantı. 68-də Mari nahar edərkən o qayğısına qalırdı Nick'in. While-dan sonra adətən hər birində keçmiş davam edici olur. Was looking, was making olacaqdır. Yəni while-ə əsasən keçmiş davam edici uzlaşır. A-ya baxsaq has indiki was keçmiş, B-yə baxsaq made keçmiş has indiki, C-də looks indiki had keçmiş, Y-də looked indiki is keçmiş. Looked keçmiş is indiki. Cavab D variantı. 69-da isə an apartment sayıla bilən tək isimdir. Qabağında olmur, çünki sahiddən başlayıbdır.
Deməli, sağ tərəfdə isə An Advanced Heating System var. Deməli, sayıla bilən tək isimdirsə və advanced sayıdan başlayır, N olmalıdır. Yəni 69-da B variantı. 70-də 2-yə baxırıq. Freddən sonra has to olmalı olur, çünki he sheetdə elə olur. Deməli, 4-də isə qazların türkləri cəmdə olar, cəmdədirsə, yəni were olardı. Cavab 1, 3, 5, B variantı. 71-də curiosity maraq deməkdir, a strong desire nəsə bilmək istəyi, birə C düz gələcək. Konsultasiya bu məsləhət vermək üçün olan görüşdür. Meeting, a discuss something or get advice olur. Deməli 1C, 2A olur. Bu birbaşa söz bazası olur. Yəni B variantı. Getdik mətnə. Vaxt baxımından mətnin sadəcə doğru cavablarını deyəcəm. 71-ə B dedik yəqin ki. Tamam. 72-də doğru cavab A variantı. 73-də bizdən yanlışı istəyir. Cavab D variantı olacaqdır. Yaradıcısı deyildi, izləyicisidir demişdik. 74-də doğru cavab Y variantı. 75-də B variantı 1 və 3. 76-da deməli 76-da profession sözünə belə deyək sinonim lazımdır. Cavab career sözü idi. Aşağı yazıram. Bu formada burada yazıram 76-cı sual. 77-də 2 söz dəyişmək lazım olur. Deməli, Baxtuzadəs main focus was landscape painting and he is. Həmin cümləni mətndə tapaq. Baxın, he is bura qədərdir. Consider daxil, ardından söz dəyişmək lazımdır. Misal üçün, modernin yerinə, elə bura böyrə yazacam. Modernin yerinə contemporary yaza bilərik. Müasir deməkdir. Contemporary. Founder'ın yerinə create sözü var. Yaradıcı. Bu formada yazmaq olar. Bu da oldu neçə? 77. 78 3 cümləlik bir yazı istəyir. Hansı Azərbaycan məşhur fiqurlarından, misal üçün yazıcı, rəssam, alimlərdən yaza bilərsən deyə. Bu açıq sualdır. Bunu yazmayacağım burada. Siz yaza bilərsiniz. Əgər yazmısınızsa şərhə qeyd edə bilərsiniz. Yəni 3 cümləlik 11-lərə düşən essedir. Yəni yazı. 79-da isə bizdən definition uyğun cavab istəyir. Deməli, kiməsə nəsə bir şey vermək ki, nəyisə daha yaxşı etsin, istək vermək. Bu nə olar? İlham vermək olar. Cavab to inspire. Belə, əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə uğurlar olsun.